İnsanın özünün yaratdığı qanunlar, etik normalar var və heç də dinin təklif etdiklərindən geri qalmır. Yəni bütün dinləri qırağa qoysaq belə bəşəriyyətin özünün keçdiyi, yaratdığı fikirlər var. Əxlaq normaları da var, qanunlar da var. Mənə elə gəlir ki, onlar dinin təklif elədiyindən daha humanistdir, daha adekvatdır və bizi daha yaxşı yönləndirə bilər. Yox, əgər kiməsə mütləq dinin təklif elədiyi yaxşıdırsa, məsələn, qadının saçı görünməməlidir. Mənə görə bu qətiyyən lazım olmayan, vacib olmayan bir tələbdir ki, qadının saçı görünməməlidir. Nə estetik əsası var, nə etik əsası var. Amma kimsə həqiqətən ürəkdən buna inanır, qəbul edirsə ki, qadının saçının görünməməyi yaxşıdır, etikdir, estetikdir, lazımlıdır, buyursun, mən onun həyatına müdaxilə eləməyəcəm. Amma o da mənim qızımın, xanımımın həyatına qarışıb deməsin ki, sənin saçın görünməməlidir. Bizim Üsal müəllim o qədər sadə deyil, yəni insan həyatına qarışmaq. Yəni heç bir dindar küçədə kimisə tutub demir sənin qızın belə. Ya din amma onlar birləşib qruplaşanda bunu bizim boynumuza qoymaya məsələn biz hicabın qeyri-estetik olduğunu dediyimiz halda eyni zamanda insan əxlaqına, mənəviyyatına, uşaqların tərbiyəsinə təsir göstərən geyim tərzini də, davranış formalarına da alqış tuta bilmərik. Və biz hər halda düşünürəm ki, İslamın o cür davranış forması bu davranış formasından kifayət qədər üstündür. Çünki biz Azərbaycanlılar olaraq, həm də bizdə valideyn olaraq belə bir instinkt formalaşır ki, biz övladlarımızı həm də mənəvi aşınmadan, əxlaqsızlıqdan qorunmalıyıq. Bu mənada din qarşısında ateizm əli qolu bağlı qalır. Niyə ki? Ona görə ki, icazə verin deyim. Buyurun. Çünki ateizmə görə obyektiv əxlaq yoxdur. Obyektiv əxlaq ona o vaxt olur ki, o əxlaqı qoyan vahid bir tərəfi qəbul edəsən. Biz əgər əxlaq qoyan tərəf kimi Allahı qəbul etmədikdə, əxlaqın müəyyən edicisi kimi insan zəkası və onun təxəyyülünü əsas götürürük. Hər insana görə bu şey yaxşı da ola bilər, pis ola bilər. Onda ümumi qaydaları kim müəyyənləşdirəcəkdir? Biz eyni məsələdə, əgər konkret meyar yoxdursa, eyni məsələdə fərqli cür hərəkət edən iki insanı yaxşı və pis prizmadan necə qiymətləndirəcək?